Birinci növbədə cəhənnəmdən qurtarıb cənnətə girmək istəyirsənsə, Allaha iman üzərində olacaqsan. Və həmçinin ona diqqət edəcəksən ki, sənə nə cür gəlinməsini istəyirsənsə, sən də o cür get. Sənə əxlaqlı davranılmasını istəyirsənmi insanlar tərəfindən? Sən də insanlara əxlaqlı davran. Gözəl, mülayim olmaq istəyirsənsə, sən də eyni ilə o şəkildə davran. Sən də eyni ilə o şəkildə davran. Məsələn, misal üçün, yəni insan, məsələn, atasan, deyək ki, evdə, yəni övladların var, atasan və necə münasibət gözləyirsən övladından, eləcə də atana qarşı o cür davran. Yəni, insan öz valideynlərinə qarşı necə davranacaqsa, gələcəkdə də əl-cəza min cinsil əməl. Onun övladları da valideynlərinə qarşı o cür davranacaqlar, qardaşlar. Bu Allah Taala'nın sünnətidir. Nə cür davranırsansa, elə də başına gələcək. Elə də başına gələcək. Allah Teala bizləri mühafizə etsin. Allahümme amin. Və İbn Sa'di rahimehullah buyurur ki, kim Allahdan qorxarsa və insanlarla gözəl əxlaqla rəftar edərsə, bütün xeyirləri özündə cəm eləyər. Və insanlara qarşı çalışmaq lazımdır ki, qardaşlar, insanlara qarşı həm mülayim olmaq, həm acı söz söyləməmək, incitməmək və insanlara qarşı bağışlayan olmaq. Onların xətaları nə olursa olsun, keçməyi bacarmaq. Necə ki, Allah Subhanahu wa Ta'ala buyurur ki, A'raf surəsi 199-cu ayədə "Xuzil afwa va'mur bil ma'ruf və a'rid anil cahilin." Sən bağışlanma yolunu tut və onlara yaxşılıqları əmr et və cahillərdən üz çevir. Allah Teala nə buyurur? Xuzil afwa, bağışlanma yolunu tut. Təəssüflər olsun ki, insanlar bugün, yəni bunun tam əksidir. Bir-birindən az qalsın, qisas almaq üçün insanlar bir-birinin qanını tələb eləyirlər. Əllərində olsalar. Harda qaldı o bağışlanma? Harda qaldı o qardaşının özü üçün istədiyini, qardaşı üçün istəmədiyicə kamil iman gətirmiş olmaz deyən o nəsihətlər? Harda qaldı qardaşlıq?